Salam, hər vaxtınız xeyir olsun. 18 yanvar tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən məntiq fənnindən salınmış bir neçə sualın izahına baxaq. Birinci sualımız qeyri-aşkar bölməsinə aiddir. Bu suala baxdıqda mən rəqəmlərdən nə çıxarda bilərəm, əvvəlcə onu fikirləşməliyəm. Baxın, ortalara bir baxsaq, kənarlara bir baxsaq. Ortalar 1, kənarlar 1. Eyni məntiqdə bütün parametrləri, bütün seçənəkləri yoxlaya bilərik. Baxın, ortalarda nə görürük? 7-dən 2-yi çıxsam 5 alaram. 3-dən də 1-i toplasam 4 alaram. Gəl görək burada ödənir. 5-dən 4-ü çıxsam 1 alaram. 1-lə 3-ü toplasam 4 alaram. Yenə 5-dən 3-ü çıxsam 2 alaram. 6 ilə 2-yi toplasam 8 alaram. Deməli, bu məntiq doğrudur. Eyni dediyimiz qaydanı bura tətbiq edək. 6-dan 2-sini çıxsaq 4, 1-lə də 8-i toplasaq 9 cavabını alarıq. İkinci sualımıza baxaq. Bu sualın cavabı 94 idi. Deyir ki, A-dan aşağıdakı ilk hərfdən. A-dan aşağıdakı ilk hərf B-dir. Ondan da aşağıdakı üçüncü hərf. 1, 2, 3. Üçüncü hərf olur Y. Üçüncü hərfdən yuxarıdakı ilk hərf, yəni oldu indi D hərfi. Ondan da aşağıdakı ikinci hərf oldu F hərfi. Bax, bu ardıcıllığın yekununda biz tapdıq ki, ən sonuncu F hərfi olmuş olar. Sonuncu sualımıza baxaq, videoda sonuncu sualımıza. Analogiyaya aid olan bu sualda belə bir məntiq çıxardıq. Küləyin nəticəsində qasırğa yaranır. Yağışın nəticəsində nə yaranar? Qar yaranmaz, fırtına yaranmaz, duman yaranmaz. Sel fikirləşə bilərsiniz, amma sel təbii fəlakət kimi, yəni qasırğa dərəcəsində təbii fəlakət kimi biz onu məntiqlə verə bilmərik. Leysan olar, belə deyək də. Leysan. Küləyin nəticəsində qasırğa yaranır, yağışın nəticəsində leysan olur, belə deyək. Yəni təbii fəlakət olaraq o leysan adlanır. Cavab olur B variantı.